Bir neçə gündür ki, deputat Günay Ağamalının səsləndirdiyi fikirlər ictimai müzakirələrə və tənqidlərə səbəb olub. O bildirib ki, uşaq pulunun bərpası ailələrdə tənbəlliyə yol açacaq. Qlobal infoza danışan sosioloq Yusif Nəbiyev isə deyib ki, uşaq pulu məsələsi emosional ya da sırf iqtisadi yox, məhz sosial siyasət prizmasından müzakirə olunmalıdır. Stat. Deputat Günay Ağamalının uşaq pulu tənbəllik yaradar fikri ilk baxışdan rasional iddia kimi görünsə də, bilirik ki, sosial reallıq o qədər də sadə deyil. Etiraf edək ki, Azərbaycanda verilə biləcək potensial uşaq pulu məbləği elə səviyyədə olmayacaq ki, insanlar işləməyi dayandırıb uşaq pulu ilə rahat həyat yaşasınlar və tənbəlləşsinlər. Faktiki olaraq bugünkü iqtisadi şəraitdə bir uşağın aylıq xərci həmin o yardımın, yəni uşaq pulunun bir neçə qatını keçir. Sosioloqun fikrincə, Günay Ağamalının iddiasındakı əsas problem odur ki, kasıblıq və sosial dəstək arasında tənbəllik əlaqəsi qurmaqla sosial problemləri fərdi xarakter problemi kimi təqdim edir. Heç kimə sir deyil ki, zəhmətkeşliyindən və bacarıqlarından asılı olmayaraq cəmiyyət hər kəsə eyni standartlara çatmaq üçün oxşar imkanları vermir. Bu baxımdan sosial dəstək mexanizmləri tənbəlliyi artırmır, sadəcə olaraq sosial stabillik aləti kimi işləyir. Ən rasional model ünvanlı və balanslı sosial dəstək sistemidir. Yəni, nə hamıya pul paylamaq, nə də sosial yardımı tamamilə kəsmək lazımdır. Sosial siyasət nə emosional şüarlarla, nə də soyuq bir vecsizliklə qurula bilər. Burada real insan davranışlarını və ölkənin iqtisadi reallıqlarını nəzərə almaq lazımdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.